Problem nədən indi? İndi qardaşlar biz o təzə tələbələrlə necə münasibət quraq? Birinci. Birinci təzə tələbələrlə əlhamdülillah normal qardaş kimi kömək edə bilsin elə. Belə bəzi şeyləri, yüngül şeyləri məsələn soruşa bilərsən ondan əgər bilirsən, amma ehtiyat elə gələn. Çünki qoy elə oxusun. Yox, əgər məsələn görsün təzə qardaş gedib gəlib qəribə bir dənə şey deyir, müxalif bir fikir. Müxalif bir fikir. Ondan götürmə olsa olmaz. Olmaz. Yine ha yaxşı qardaşlar. Deyirsən ki bu qırmızıdır. Yaxşı. Gəl tələbələrdən soruş, qoca tələbələrdən. Yine bizdə biri var, gəlib, məsələn, deyirdi, bu rəy ağ deyirdi, o deyir, qırmızıdır. Nəyə görə belədir? Bu yeni var, ümumiyyətlə bu rəy var, belə rəy var. Bu tərcih hansı rəydir, ümumiyyətlə, elmi cəhətdən? Hər bir şey əhlindən soruşma lazımdır. Bu məsələndə alimdən soruşma, elm əhlindən soruşma lazımdır. Elm tələbəsindən, mötəbər. O sənə araşdıracaq, verəcək sənə onu. Ondan sonra sən gəl cəmaatı ilə ki, qarışma, belədir vəziyyət. O saat inanmaq, xüsusən təzə tələbəyə, o düzgün deyil. Məsələn, problem nədədir, qardaşlar? Bəziləri qardaşlar elə yanaşırlar ki, məsələyə özünə görə yanaşmırlar. Adama görə yanaşırlar. Məsələn, bunun şahidi olalım ha. İndi rayonlara çox gəlib gəlik, bu tərəfə az gəlsək də. Görürəm ki, yəni nəyi şahidi olur da məsələn. Bəziləri deyir, mənə bundan xoşum gəlir, bundan götürəcək, mənə bundan xoşum gəlmir. Xoş gəlməklə deyir, bax ki, məsələnin özünə. Və ya məsələn, millət söhbəti. Bu deyir, bu bizim millətdəndir, bu başqa millətdir. Mən bundan götürməyəcəm. Belə şeylər şahidiyik. Bu bizim millətdən də. Bəziləri yerbaz. Bu bizim məhəllədəndir, məhəllə uşaqdır. Sağ olsun şəhərdən də götürmürəm. Bizim uşağını dəstəkləyəcəm mən. Məhəllə uşaqdır ona görə. Bunlar problemdir. Belə haqq tapılmayacaq. Salam aleyküm şeyh. Bir də tümen qardaşlarımıza nənəsi. Salam aleyküm, Allah kömək olsun qardaşlar. İnşallah qismət olar, yenə gələrik ora. Bizim kəndimizə, sabit eləsin. Zəyəmdurlahan kəndinə inşallah. Əlhamdülillah gəldik qardaşlarla bura. Allah sabit eləsin, əlaqə saxlayın. Allah kömək olsun. Pərvin qardaşımıza nə deyərdiniz şeyh bir dənə? Allah kömək. Necə? Pərvin qardaşım. Pərvin qardaş, Allah sevirik Allah rızası üçün. İnşallah davam eləsin elmi, istifadə eləsin, faydalı olsun. İnşallah. Əsas da ixlasdır və ciddi olsun tələbdə. Şeyx Raslan haqqında. Şeyx Raslan şeyximizdir, əlhamdülillah. Allah'ın qorusun. Allah razı olsun. Siz nə dərsiniz? Mən də yəni şeyxin sözlərinə qoşuluram. Əlhamdülillah, elmi tələb eləsin və hər söhbətlərə qulaq asmasın. Şeyx Raslan da şeyximizdir, əsrimizin alimidir. Bismillah. Tümendəki qardaşlarımıza nə deyə bilərsiniz? Salam əleykum, möhkəm olsunlar. Möhkəm olsunlar. Siz nə deyə bilərsiniz bu xalq qardaş? Sabit olsunlar, sıx olsunlar qardaşlar. Qaldı, qaldı. Salam aleyküm. Ağalar, tümen qardaşlarımıza. Salam aleyküm, rahmetullah barakatuh. Aleyküm salam. Bu minhəc məsələləri çıxandan sonra bəzi tələbələri kör-körane tərəfini saxlayırlar. Olmaz. Yəni minhəc məsələləri çıxıbsa, onlara öyrənin. Biz əlhamdülillah təkfiri yaşadıq. Və o təkfir məsələləri çıxanda əvvəl heç kəs heç nə bilmirdi. Lakin sonra qardaşlar başladılar öyrənməyə, təkfir nədir, ümumi, xüsusi və s. İndi bu da minhəc bizim üçün, çoxumuz üçün təzədir. Və yavaş-yavaş öyrənin, şəxslərə bağlı olmayın. Əksinə belə məsələlər çıxanda baxma lazım, nədədir problem, hansı məsələlərdir, o məsələlərdə adam nə deyir, nə tələb olunub, bilindirilir yoxsa yox, soruşmaq lazımdır, arxain olmaq olar filan kəs barədə yoxsa yox. Minhəc məsələlər öyrənin, vaxt istəyir sadəcə, vaxtla bunlar hamısı bilinəcək inşallah.